Bəli, torpaqlarımız işğaldan azad olunduqdan sonra bizi qarşılayan mənzərə dəhşətlidir. Amma bütün bunlara baxmayaraq bu torpaqların əzəli sakinləri olaraq, sahibi olaraq bu torpaqlara yenidən həyat veririk və yenidən həyat qazanan yaşayış məntəqələrimizdən biri də Ağdamdır. Ağdamda əlbəttə şəhərdə artıq sakinlər geri dönüb məskunlaşıb. Bununla paralel olaraq Xıdırlı Kəngərli Sarıcalı kəndinin də sakinləri doğma yurtdadır. Və daha iki yaşayış məntəqəsində Başqərvənd və Eyvazxanbəyli kəndlərində də tikinti işləri sürətli şəkildə aparılır və hazırda görüntülərdən sizə Başqərvənd kəndini təqdim edirik. Ümumilikdə kəndin inşası üçün 476 hektardan artıq ərazi ayrılıb və burada 1245 fərdi yaşayış evi inşa olunacaq. Amma birinci mərhələdə artıq 202 hektar ərazidə artıq işlər aparılır və 851 fərdi yaşayış evinin tikintisi həyata keçirilir. Evlər əlbəttə 2, 3, 4 və 5 otaqlı olmaqla layihələndirilib və bununla paralel olaraq həmçinin sosial infrastruktur da qurulur. Belə ki, kənddə 840 şagird yerlik 2 mərtəbəli məktəb, həmçinin 120 və 100 yerlik uşaq bağçası da inşa olunacaq və bildirilir ki, il ərzində, yəni cari ilin ərzində buranın sakinləri, yəni Başqərvənd kəndinin sakinləri doğma yurda qovuşacaqlar və bununla paralel olaraq həmçinin Eyvazxanbəyli kəndində də tikinti işləri həyata keçirilir və Başqərvənd kəndindən sonra artıq Eyvazxanbəyli kəndi yerləşir və birinci mərhələdə 427 fərdi yaşayış evinin inşa olunması layihələndirilib. Artıq tikinti işləri orada da həyata keçirilir və kənddə 720 şagird yerlik məktəb inşa olunur ki, birinci hissədə 360 yerlik məktəbin həmin hissəsi inşa olunacaq və 120 yerlik uşaq bağçası, həmçinin ailə sağlamlıq mərkəzi inzibati bina kimi də sosial layihələr inşa olunacaq. Əlbəttə, bütün bunlar böyük qayıdışa hesablanıb. Mütəmadi olaraq efirlərimizdən artıq bərpası başa çatmış kəndlərin, həmçinin yenidən inşa olunan şəhər və kəndlərin sakinlərinin geri dönüşü ilə bağlı sizə xəbərlər çatdırırıq və yəqin ki, qarşıdakı xəbər saatlarında daha detallı, daha ətraflı həm Başqərvənd kəndinin, həm də Eyvazxanbəyli kəndində aparılan işlərlə bağlı reportajı təqdim edə biləcəyik.